Bizim doğma torpağımız Zəngəzurdur. Bizim doğma torpağımız Göyçə Maxalıdır, İrəvandır. Biz tarixi unuda bilmərik və kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Bizim dədə-baba torpağımızdır, biz ora qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq və heç kim bizi dayandıra bilməz. Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə. İstəsə daha asan həll edəcəyik. İstəməsə də zorla həll edəcəyik. Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Mən Qərbi Azərbaycanlılar barədə öz fikrimi bildirmək istəyirəm. Uzun illərdir ki, bu Qərbi Azərbaycan məkanında başda İrəvan şəhəri olmaqla oradakı bölgələr, oradakı qədim diyarlar, Azərbaycanın qədim diyarlarında yaşayanlar məcburən oradan mənfur ermənilərin vasitəsilə məcburən deyirəm ki, onlar hərə bir diyara köçüb getməyə məcbur olurlar. O cümlədən də Bakı şəhərində də Qərbi Azərbaycandan olan gözəl insanlar burada məskunlaşıblar. Amma o məskunlaşan insanların, onların evladları, nəticələri, kötücələri, onlar burada yaşayıb yaradırlar. Lakin özlərinin ürəklərində böyük bir nisgil yaranıb ki, Allah bir qismət olaydı, biz gedib öz gözəl ata-baba yurdumuzda onları görə biləydik, orada yaşaya bilərdik. Necə ki, bizim ata-analarımız, babalarımız orada yaşayırdılar. Niyə görə də biz ora getməyək? Artıq bizim Ali Başkomandanımızın rəhbərliyi ilə o gözəl diyarları biz aldıq. Bir yumruq olaraq erməni faşistləri deyərdim mən. Onların başını ilan başı kimi əzib bizim şəhidlərimiz yarandı. Allah onlara qəni-qəni rəhmət eləsin. Bizim qazilərimiz hal-hazırda dualar eləyirlər. Gecə-gündüz o barədə düşünürlər ki, öz ata-baba yurdumuzu biz azad elədik. Kaş Ali Başkomandanımızın arzusunu biz yerinə yetirərdik. Öz qədim diyarlarımıza köçəydik. Necə ki, bizim ata-babalarımız orada əkirdilər, becərirdilər, böyük fəaliyyətdə idilər. İndi onların evladları, onların nəvələri bu arzu ilə yaşayırıq ki, gedək orada, biz də əkək, becərək, öz arzumuza, niyyətimizə kaş biz orada çataydık. Bu barədə bizim çox gözəl deputatımız Əziz Ələkbərli Qərbi Azərbaycan icmasında öz fəaliyyətini çox gözəl nümayiş elətdirir. Mənim dediyim fikirləri o Qərbi Azərbaycandan köçən o icmanın nümayəndələrinə gecə-gündüz onlara
prezidentimizin arzusunu deyir ki, arxayın olun. Arxayın olun ki, siz dədə-baba yurduna köçəcəksiniz, orada becərəcəksiniz, orada yaşayacaqsınız, davam elətdirəcəksiniz, biləcəklər ki, bütün dünya biləcək ki, bəli, o mənfur ermənilər bizim bu balalarımızı, atalarımızı, babalarımızı döyə-döyə, incidə-incidə öz dədə-baba yurdundan uzaqlaşdırıb elə bilirdilər ki, bunun axırı belə qalacaq. Yox, qalmayacaq. Qalmadı. Torpaqlarımız alındı. Bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı başda Ali Baş Komandan olmaqla mərd insanlardır. Necə ki, mərdcəsinə o gözəl Şuşa qalasını almaq hər oğlun işi deyildi. Onlar düzdür, şəhidlər verdik. Amma dünyaya sübut elədik ki, Azərbaycan xalqı mərd xalqıdır. Azərbaycan xalqı istədiyi kimi düşmənin gözünü çıxara bilər. Onun məhv eləyə bilər. Bizim xalqımız heç vaxt müharibə istəmir. Bizim xalqımız istəyir ki, hər şey düzü düz, əyrini əyri olsun. Daha belə mənfur insanlar gəlib mənim torpağımda özünə məskən salır. Mənim musiqimi oğrayır. Mənim torpağımı oğrayır. Amma elə bilir ki, car da çəkir ki, bu yurd mənimdir. Sənin yurdun olmayıb, oradan buradan tökülüb gəlmişsiniz hərəniz bir dərədən. Bəli, mən arzu edirəm ki, qocaman aktyor kimi dəstəkləyirəm bu Qərb Azərbaycan icmasında olanları, dədə-baba yurduna köçsünlər, yaşasınlar, biz də onlara qonaq gələk. Allah sizi qorusun, var olsun. Vüsalı TV-yə öz təşəkkürümü bildirirəm. Var olsun onlar ki, qollarını çırmalayıb bu işlə məşğul olurlar. Bu işin tez bir zamanda həyatı keçirmək üçün Vüsalı TV-yə eşq olsun. Var olsun onun əməkdaşları.